Xəbər verdiyimiz kimi fevralın 19-da müqəddəs Ramazan ayının ilk günü qeyd olunacaq. Milyonlarla müsəlmanın səbirsizliklə gözlədiyi bu ay mənəvi təmizlənmə, səbir paylaşmaq və ibadət ayı kimi dəyərləndirilir. Sfera Azın məlumatına görə Ramazanın birinci günündə imsak vaxtı 06:04-də, iftar isə 18:34-də təyin olunub. Bu saatlar oruc tutanlar üçün günün əsas zaman çərçivəsini müəyyənləşdirir. İmsak vaxtı sübh azanına qədər olan son anı ifadə edir və bu vaxtdan etibarən yemək içmək qadağan olunur. İftar isə gün batımı ilə birlikdə orucun açılacağı vaxtdır. Birinci günün imsak duası. Ramazan ayının hər günü üçün xüsusi dualar mövcuddur. Birinci günün imsak duası belədir. Bu duada mömin Allahdan diləyir ki, tutduğu oruc həqiqi orucu tutanların orucu kimi qəbul olunsun. Etdiyi ibadətlər ixlaslı və qəbul olunan ibadətlərdən olsun. Eyni zamanda insanın qəflətdən uzaqlaşması, günahlarının bağışlanması üçün dua edilir. Ramazanın mahiyyəti də məhz insanın özünü mənəvi baxımdan saflaşdırması, nəfsini tərbiyə etməsi və Allaha da daha yaxın olmasıdır. Oruc açılarkən oxunan dua isə belədir. Bu dua ilə oruc tutan şəxs niyyətinin yalnız Allah üçün olduğunu bildirir. İftar süfrəsindəki ruzinin Allah tərəfindən verildiyini etiraf edir və ondan bağışlanma diləyir. İftar anı Ramazanın ən fəzilətli vaxtlarından sayılır və bu məqamda edilən duaların qəbul olunacağına inanılır. Ramazanın mənəvi əhəmiyyəti. Ramazan ayı yalnız ac qalmaqdan ibarət deyil. Bu ay səbir, mərhəmət, yardımlaşma və paylaşmaq ayıdır. İmkansızlara əl tutmaq, qohum-əqraba ilə münasibətləri möhkəmləndirmək, küskünlüklərə son qoymaq Ramazanın əsas tövsiyələrindəndir. Həmçinin bu ay Qurani-Kərimin nazil olduğu ay kimi də xüsusi əhəmiyyət daşıyır. Mütəxəssislər bildirirlər ki, oruc həm də sağlamlıq baxımından orqanizmə müsbət təsir göstərir. Lakin xroniki xəstəliyi olan şəxslərə həkimlə məsləhətləşmək tövsiyə olunur. Beləliklə, fevralın 19-dan etibarən müsəlmanlar bir ay müddətində sübh azanından gün batımına qədər oruc tutacaq, ibadətlərini artıracaq və mənəvi saflaşma yolunda addımlayacaqlar. Ramazan ayının hər kəs üçün xeyirli və bərəkətli olması diləyi ilə.